Hamı gəlir. İzdasa başlaya bilərik. Gecikənlərimiz var, həmişə olduğu kimi. Həmişə olduğu kimi. Buyurun. Üzülür sayın biraz gecikdik. Çöldə qar yağır, yollar da buz bağlayıb, dəhşət tıxac var ya. Keçin əyləş. Yoldaşlar, yəqin ki bugün bura yığışmağımızın səbəbini bilirik. Düzdür? Mən şikayət mesajlarının əlindən telefonumu aça bilmirəm. İdarəmizə çoxlu şikayət məktubları gəlir. Çox tənqid olunuruq, çox. Gələr də, bilirsiniz bizi nəyinə qoyublar? O deyil, sənin gözəlliyində açılıb, ancaq qapımıza şikayətə gələnlərlə də heç tərpənə də bilmir. Buyurun. Özür istəyirəm, bağışlayın, istirahət edirəm. Buyurun. Bilirsiniz, adam böyük olmadır, belə eləyərlər. Vallah, mən güzgüyə baxanda heç özümü tanıya bilmirəm. O kimdir, iyi kimdir, heç cür bilinmir. Mümkündür mü? Olanı buna bir əncam çəkəsiniz. Olmaz. Görmürsünüz xanım burada iclas gedir. Çıxın zəhmət olmasa bayram. Əşi çəkilin görər. Mənim oğlum balaca bığını elə yazırlar ki, başı saxtaya oxşuyur. Onsuz da işimiz başımızdan aşır. Çıxın zəhmət olmasa bayram. Mən? Çıxın, bəli siz. Siz gözləyin, görün başımdan almışam. Gözləyin. Girin. It's lost really, see? Mən bilmək istəyirəm ki, mən bu papağımı görməmsiniz. Mən bilmirsiniz. Mən bu qəsəbədəğı deyirlər da. Papağı bir gün tapıram, bir gün tapıram. Bir gün qoyurlar, bir gün qoyurlar. Kişi papağı başında olar da, bəli. Cənab, biz indi iclas edirik. Narahat olmayın. Sizin məsələnizə baxılacaq. İndi zəhmət olmasa, mən sizi yola salıram. Daha gözləyirəm, Heç daha narahat olmayın. gözləyirəm. Heç narahat olmayın. Sizin məsələn, tezliklə baxılacaq. Hə, harada qalmışdıq? Buyurun. Bir dəqiqə. Bizim qəsəbədə yer qalmayıbdı. Bu təzə gələnlər var, heç adlarını da deyə bilmirəm. Hə, yalla gezirlər. Bütün sahələri işğal ediblər, yeni cəmaatı sıxışdırıblar. Mən öz cəmaatımızdan kimsə görəndə sevinirəm ki, ay Allah sənə şükür, özümüzdən kimsə gördüm. Belə olmaz, dilimizə yad eləmədilər, necə gəldi axın edə bilməzlər. Bununla bağlı nəsə etməliyik. Dostlar, bəlkə hərəkət başladı, nə düşünürsünüz? Bacı, hərəkata heç ehtiyac yoxdur. Amma icazə verirsə mən də öz təkliflərimi sizə bildirim də. Vallahi mən başa düşə bilmirəm. Bir sözün neçə öz olar. Baxırsan bir gün sifətdir, bir gün hərəkətdir. Hamısı elə oxşayıblar mənim qonşularıma. Baxırsan bir gün qabaqda gedir, soruşursan niyə sən qabaqdasan, deyir liderəm mən. Liderdir kişinin oğlu. Bir gün də çəkilir bir küncə, oturur heç nə eləmir. Soruşursan niyə heç nə eləmirsən, deyir köməkçiyəm. Nə var, iş biliblər. Buna bir çarə tapaq da. Çox üzr istəyirəm. Çox üzr istəyirəm. Çox üzr istəyirəm. Çox üzr istəyirəm. Əşi, qutar da. Mənim orada qohumlarım, dostlarım var. Ailəmi qatıblar bir-birinə. Mən onlarla bacarıram. Çox xahiş edirəm. Çox xahiş edirəm. Hə. Çox xahiş edirəm. Qutar da sözünü. Bəlkə onların da problemlərlə qulaq asasınız. Çavuş, gəlsinlər. Görək onlar nə deyir. Gəl. Eyni problemləri biz də yaşayırıq. Baxırsınız cümlədə sual əvəzliyi var, sual ədatı var, sual intonasiyası var. Bəs niyə sual işarəsini sonda qoymursunuz abala? İcazə verin problemimi mən də deyim. Axı mən niyə həmişə ortada gəlməliyəm? Bir dəfə də axırda gəlim də abala. Bu ədalətsizlikdir. Sənin ədalətsizlik anlayışın fərqlidir. Hər şeyin və hər kəsin bu dünyada öz yeri var. Unutmayın ha, dözülməz oluruq biz, səhv düşəndə yerimiz. Sərin gözlərində açıldı. Bu nə daxil? Sənin gözündən danışırsan, mənim problemlərim Sakit. Siz çıxın ümumiyyətlə çölə. Çıxın.
Mən özüm bilirəm nə edəcəm. Deməli, mənim bir şagirdim var. Özü də bilgi olmaq istəyir. Mən onu göndərəcəm uzaq bir kənddə bir kitabxanaya. Həmin kitabxanada bizim bütün problemlərimizin açarı olan bir kitab var. Əgər həmin kitabı gətirə bilsə, ona bilgi adını verəcəm. Sən niyə mənə baxsan? Axı mən səni oxumuşam. Hətta 5 dəfə. Sən də niyə mənə baxsan? Axı mən səni oxumuşam. Əl çək məndən. Bilirsiniz nə var? Gedirəm futbol oynamağa. Anne, sən məni oxumamışsan. Axı mən səni oxumuşam. Yadındadır? Bir dəfə məktəbdə oxumuşam. Bir dəfə evdə oxumuşam. Əl çək məndən. Heç mənə də oxumamısan. Axı mən səni də oxumuşam. Bir dəfə parkda oxumuşam. Əl çək məndən. Səni oxumamışam. Xeyr, mən oxumuşuz. Amma müəlliminiz qrammatika sizi sarır. Doğrudan? Gəlin, gedək. Gözlən, yox, gedim çantamı. Buyurun. Gel Rəfi. Hoş gəlmisən. Rəfi, elə bilirsən ki, bu kitablar səni bilgi eləyəcək? Nə kitabı? Axı mən sizə demişəm, əl çəkin məndən. Geriyə dönün. Necə gəlmişsiniz, eləcə də gedin kitabxanaya. Üzr istəyirəm. Mən bu kitabları hamısını oxumuşam. Yox, Rəfi. Bir kitab var, sən onu oxumamısan. Və o kitabın axtarışına başlamalısan. Sən bir səyyahsan. Yolunsa uzundur. Sonunda isə səni bir xəzinə gözləyir. Həqiqət xəzinəsi.
Bəs o kitab hardadır? Uzaqda bir kənd var. Orada. Nə oldu? Rəfi, qorxdun? Yox müəllim. Sadəcə ora gedəcəyim yolu fikirləşirəm. Narahat olma Rəfi. Sən yola çıx, yol özü səni aparacaq. Mən sənə inanıram. Sən bacaracaqsan. Görürsən doğrudan da bacaracaq. Əşi, bizim də şagirdlərimiz var da. Nə bilim, düzü inanmıram. Yenə də nəysə. Taksi, taksi! Gəl qaqaş, gəl. Bunlar da qutardı. Onlar düşüb bir-birinə, gedə bilmirik. Sən gedəcəksən bu dərslisən? Uzaq bir kəndə gedirəm. Onda yolun uzundur. Özündə səbrli ol. Həqiqət bəzən pərdələrin arxasında gizlənir. Onu görə bilmək üçün diqqətli və səbrli olmalısan. Əgər səbrli olsan, pərdələr özü bir-bir asılacaq. Deyərsən çatdı. Borcum nə qədərdir? Yolun açıq olsun. Biz şagirdlərdən pul almırıq. Allah sizdən razı olsun. Çox sağ olun. Sağ ol. Salamat qalın. Əmir, bağışla, bir söz olar deyil. Buyur abala. Kitabxana hardadır? Kitab oxuyansan ha? Bəli, kitab oxumağı çox istəyirəm. Kitab oxumağı bilmirəm, amma mən ev tikməyi sevirəm. Bu kənddə gördüyüm bütün evləri mən bax bu əllərlə tikmişəm. Ev tikmək asan deyil. Asan nə var ki, ev tikməyə başlayanda onun kərpicini necə maladacağımı, onun divarda necə qalacağını hesablamaq heç asan iş deyil. Bu həyatda isə asan heç bir şey yoxdur. Gəl gedək, kitabxana yolun başındadır. Qarşıdakı evi görürsən, mən o evi 1996-cı ildə tikmişəm. Hansı ki, o evi hökumət prosesindən çox əziyyətli. Deyirlər kəndə təzə adam gəlib. Niyə gəlib bilmirsən. Deyəsən köhnə kitabxananı axtarır. Əşi, ora çoxdan bağlanıb. Toz basıb kitabları. Amma orada əlimə bir dənə kitab keçmişdi. Özü də şeirlər kitabı. Bilirsən də, mən uşaqlıqdan şeir oxumağı çox sevirəm. Orada deyirdi ki, bu dil şirinlikdə şərbət kimidir. Saflığı qorunan sərhəd kimidir. Anamız vətən də qürbət kimidir. Öz ana dilini bilməyənlərə. Hə, yadıma düşdü. İçsin gözlərimdən, qoy ilim-ilim. Qəzəb ümmanıdır, yoxdur sahilim. İlan zəhərindən acıdır dilim, öz ana dilini bilməyənlərə. Döyüşdə bərkiyib el polad olur. Zirvəyə uçmağa dil qanad olur. Torpağın sevinci, dərdi yad olur. Öz ana dilini bilməyənlərə. Mən qədim Qarabağ şikəstəsiyəm. Üzeyir nəfəsli gül dəstəsiyəm. Vaqifin, vurğunun nifrət səsiyəm. Öz ana dilini bilməyənlərə. Yad dildən pay olub kişi dillənməz. Bu ləkə üstündən heç vaxt silinməz. Füzuli şeirdə kimdir bilinməz. Öz ana dilini bilməyənlərə. Beyninə girmədi ana öyüdü, əsilsiz yaşayıb o küt böyüdü. Görüm haram olsun ananın südü, öz ana dilini bilməyənlərə. Nə gözəl şeir deyirsiniz, ay nənələr. Yaxşı adam sözün üstünə gələr. Sağ ol ay bala. Gözdən könüldən uzaq kəndimizə xoş gəlmisən.
Sağ olun. Kitabxana hardadır? Hansı kitabxana? Kitabxana da. Burada neçə kitabxana var? Bala, bu kənddə gördüyün hamı bir kitabxanadır. Hər bir insanın kitabxanası öz başındadır. Çalış ora elə kitablar, elə həqiqətlər qoy ki, yolunu işıqlandırsın. Sənin düşüncələrini tozlu zirzəmiyə çevirməsin. Buna görə də bəxtin gətirib doğru yerə gəlmisən. Ağıllı hala, mən bilirəm sənə hansı kitabxana lazımdır. Kəndin başında. Bu bizim kəndin həkimi deyilmi? Salam, ay nənə. Salam ay bala. Mən də bu ağıllı balaya kəndin yolunu göstərirdim. Ay nənə, sən də lap qocalmısan. Kitabxana orada deyil, oradadır. Ay bala, sən mənə ağıllı öyrədəsən. Mən bu kənddə 80 il yaşayıram. Kitabxana oradadır. Əşi, bəsdirin. Sən də inatsan ki, inat. Həkim düz deyir də, kitabxana oradadır. Gəl suları götürək gedək. Camaat susuz qalıb. Sağ olun, ay nənələr. Həkim əmi, mənə kitabxananın yeri tez göstərərsən. Hə, elə tibb məntəqəsinin yanındadır. Gəl gedək. Görürsünüz də, sağlam bədəndə sağlam ruh. Məncə əslində o belə olmalıdır. Sağlam ruhda sağlam bədən var. Bizim düşüncələrimiz çox önəmlidir. Yarımçıq stəkan məsələsi. Xudahafiz, ay həkim əmi. Salamat qal, ay bala. Bu harda qaldı? Görəsən kitabı tapa bildi? Yoxsa başına bir iş gəlir? Gəl. Rəfi, mənim ağıllı balam. Gəl. Yaxşısan? Bəli, bəli. Kitabı gətirmisən? Ver mənə. Ver mənə kitabı. Demirəm, ver. Gördüyünüz kimi kitabı gətirməmişəm. Necə yəni? Mən biabır oldum. Axı mən söz vermişdim. Rəfi kitabı gətirəcəkdi. Bizim bütün problemlərimiz həll olacaqdı. İndi biz bu məktublara nə cavab verəcəyik? Mən biabır oldum. Biz nə edəcəyik? Mən onsuz da bilirdim ki, bu uşaq kitabı gətirə bilməyəcək. Mən demişdim be, inanmıram. Mən demişdim də, bizim də şagirdlərimiz var. Tutmuş səni Rəfidən. Rəfi. Alın bu da Rəfi. Amma mən onun sirrini gətirmişəm. Necə yəni? Nə sirri? Bəzən insanlar da doğru işarələri kimi yerlərini səhv salırlar. Bu səhvlər də çox böyük problemlərə səbəb olur. Doğrudan da çəkilməz oluruq biz səhv düşəndə yerimiz. Əgər sən virgülsənsə, sən cümlənin sonunda gələ bilməzsən. Elə nida da. Hər dediyin sözündə nida qoysan, sözünün dəyəri olmaz. Dil keçmiş zamanda bizim xatirələrimizdir. Dil indiki zamanda bizim yaşadıqlarımız, sözlərimiz, ifadələrimizdir. Biz dil vasitəsilə özümüzü doğru düzgün ifadə edirik. Dil gələcək zamanda
bizim arzularımızdır. Dil bizim yaddaşımızdır. Dil bizim mirastır. Dilimiz kimliğimizdir. Ona göre de şair demişken, ana dilim, şirin sözüm, könül payım, sen olmadan arzularım necə danışar? Susar, cahilliğin kölgesine bürüner. Senin sözünle hayat kazanır. Bilgelik bir zirvedir. Ana dilimiz ise o zirveye uçmak için bir cüt kanat. İclasımız devam ediyor. İndi isə iclasda söz verilir Hədəf Şirkətlər Qrupunun baş direktoru, həmçinin Hədəf Uşaq Teatrının ideya müəllifi Şəmil Zahiri. Əziz iclas iştirakçıları, dəyərli qonaqlar, biz artıq dilimizin vergülünün nöqtəsini, mütərizəsini müəyyənləşdirə bildik, elə bilirəm, onun sirrini müəyyənləşdirə bildik. Hər birinizə təşəkkürümüzü bildiririk, hörmətli iclas iştirakçıları, icrası pozanlar da, icrasa mane olanlar da və əsas odur ki, icrası seyr edənlər də hər birinizi təbrik edirəm, xoş gəlmişsiniz deyirəm, hədəfli seyrinə. Və bugün biz Hədəf Uşaq Teatrının ilk tamaşasına belə deyək ki, başladıq. Biz bir neçə ildir deyək ki, ideya üzərində işləyirik, düşünürük. Amma qismət bugünərmiş və son zamanlar dilimiz haqqında danışılan mövzular, söhbətlərlə üst-üstə düşdü zənn edirəm bu hadisələrin bağlı. Və tamaşanın hazırlanmasında mən çağırmalıyım yəqin ki, əsas rejissorumuz Cavad Nur, bizim aktyorumuz. Sayesinde bizim bu balabilcelerle birce hazırlanmış bir sahnedir. Ve düşünürəm, ben təqribən bir iki açıqlama verəcəm. Yəqin ki, siz də mənim kimi yerdən düşünəcəksiniz ki, Azərbaycan dili, teatr, uşaq teatrı, tamaşa və niyə əsərin baş qəhrəmanı rus dillidir, belə deyək.
Əslində məqsəd və məramımız da bunu açıq ifadə edirəm. Hər dəfə düzdür, mən dil əleyhinə düşmək kimi görsənirəm. Dil əleyhinin qətiyyən əleyhinə olan bir şəxs deyiləm. Sadəcə bir dil bir təfəkkürdür, bir dil millətin daşıyıcısıdır, ruhudur. Ona görə Azərbaycan dilini bilmək və onu yaşamaq lazımdır ki, keçmişi və gələcəyi bir-birinə bağlaya bilsinlər. Ama bizim liseyimizin aslında konseptinde bu var. Bütün bu işlərdə bölmə fərqi qoymadan Azərbaycan, Rus, İngilis bölməsi uşaqları danışıqdır. Müəllim, şagird fərqi qoymadan səhnələrimizdə interaktiv olur. Çünki Cavad müəllimləridir, Cüneyt xanım müəllimləridir, Qəlibə müəllimləridir, hər bir dənə müəllimimizdir, gəz müəllimlərimizdir, uşaqlara qarşı. Bu baxımdan bu vəhdətdə verməyə çalışırıq ki, içisi olaq həm şagirdlərimizin, həm də müəllimlərimiz arasında. Çox düşündük, uşaq teatrımız nə ilə başlasın, necə başlaya bilər. Mən Cüneyt müəllimə təşəkkür edirəm. Yəni, ideya, teatr ideyası mənim olsa da, yəni əsərin, senari ideyası da, yazılması da komandanın işidir. Açıqlamam ki, son vaxtlar bizim daha çox hamımızın gördüyü bu güldür-güldür şou tipli, keveyn tipli tamaşalar var. Bəlkə onunla diqqət çəkə bilər uşaqların teatr mədəniyyətinə, film sənayesinə hazırlanması baxımından. Amma həm liseyimizin, həm hədəfin daşıyıcı olduğu bir ideologiya var, millilik və vətənpərvərlik və bunu həmişə əlimizdə bayraq tuturuq. Bu baxımdan ideyanın içərisində düzdür, son vaxtlar komediya deyəndə bizdə bayağı gülüş yaranır. Amma məncə janrı mən şəxsən müəyyənləşdirə bilmirəm. Dramdır, komediyadır, faciədir. Yəni ki, dram adını verəbilmiş olaraq içərisində bunun gülüş doğuran hissəcikləri də var ki, tamaşaçılar darıxmasın. Amma əsas ideya dilə hörmət, dilə sevgi, dilə bağlılıq, dili daşıyıcısı olmaqdır. Bu baxımdan mən hər birinizə təşəkkür edirəm. Qonaqlarımıza təşəkkür edirəm. İlk uşaq teatrımızın ilk tamaşaçılarsınız. Və düşünürük ki, biz bunu gələcəkdə necə müəyyənləşdirəcəyik, yenə lisey içərisindən. Məhz bu teatrın biletlərini valideynlərimizə satacaq və onların büdcəsi formalaşılacaq. Sonra yəqin ki, qastrol səfərlərə çıxacaqlar. Bu proses zaman-zaman biznesə çevrilməlidir. Və sonra uşaqlarımızı televiziyalara, filmlərə satacaq. Tamaşa teatr aktörü kimi bunlar öz formalaşa bilərlər, hərəsi bir fərqli formada. Amma əsas dediyim kimi bu güzəliyi yaratmaq, bu hörməti yaratmaq, bu sevgini, bu işığı, bu istiliyi verə bilməkdir. Və məncə verə bildiniz. Təşəkkür edirəm Cavad müəllim. Cavad müəllim pantomima teatrının aktyorudur. Bizim bütün səhnələrdə, bütün tədbirlərdə pantomima elementləri görəcəksiniz. Təzə-təzə biz alışmırdıq. Ki, burada bir söz olsun, hərəkat olsun, action olsun, döyüş olsun, vuruş olsun. Ki, cəmat şeir istəyir, pafos olsun. Cavad mənim həmişə belə daha sakit hərəkətlərlə göstərir. Amma bu da şeir girib səhiyyə hiss edirəm. Müxtəlif arzu və istəklərimizdən sonra. Bu baxımdan uğurludur. Mən qonaqlarımıza söz vermək istəyirəm. Fikirlərini almaq istəyirəm. Burada çox dəyərli ziyalılarımız var. Mən hamıya belə məcburiyyət çəşində söz vermək kimi, fikir bildirmək kimi aslında deyiləm. Amma çəkilən zəhməti dəyərləndirmək üçün mütəxəssis rəylərine ehtiyacımız var. Çox üzr istəyirəm müəllim. Namiq Ağayevin sözünü almaq istərdik bizim. Siz mənim təqdim edin, tanıyın. Bəli, bizim məşhur aktyorumuz Axınla Aşağı filminin baş rol ifadısı və möhtəşəm filmdir. Məncə izləməmişsə mütləq şəkildə izləyin və Namiq müəllimin həmçinin uşaq teatrı olub. Ona görə onun fikirləri bizim üçün çox önəmlidir. Tədbirlərdə sərbəstlik var. Biraz da biz yurt teatrın formatında verməyə çalışırıq bu səhnəmizdə. Namiq müəllimdən sonra çox istəyərək Füzar jurnalının redaktoru, baş redaktoru Varis müəllimin sözlərini, fikirlərini eşidək. Hörmətli və əziz yazısımız Varis müəllimin fikirlərini eşidək. Belə də ki, sərbəstlik, kimin ürək sözü varsa, buyurun altın. Buyurun, mən verirəm, kesin. Sağ olun. En büyük, ondan başlayayım ki, var olun, büyük gurur hissi yaşadım hem dilimizle əlaqədar. Və bunun janrının adı agit plakat. Bu çok güzel bir janrdır. Bu her kişinin hünərdir, her insan. Agit plakat ta Shakespeare vaxtından, hətta Aristotel vaxtından yaranmış. Yani teatr qorxaq bir cəmiyyət olaraq öz yorğanını bürünüb, ay mənim yanıma gəlmirlər, ay biz batdıq. Elə bir, bütün əsrlər boyu belə bir janr olur. Garcia Lorca, Brecht, Agit Cəfər Cəfərli,
Onlar həmişə belə inqilabi dövrlərdə, müharibə dövrlərində, ekstrem dövrlərdə, keşməkeşli dövrlərdə belə cəsarətlə çıxıb, hətta küçələrə çıxıb gözəl teatrlar yaradıblar. Və burada o da onun əsl, sevdi. Mənim özümün şəxsən Dədə yolu biz uşaq ədəbiyyatına, Dədəm Xoruz babanı yaradır. Mən Ələkbər əminin treneri olmuşam, məşqçisi olmuşam. Rejissor deməyi də dilim gəlmir çox var. Biz çiyin-çiyinə, küçələr, bacalar, hər yerdə, qədim abidələrdə, yəni elit zallarda, yəni teatr elə gözəl bir formadır ki, yəni heç bir yazıq olmuyor. Ay, teatrı qoruyaq, teatrın qorunmağa belə ehtiyacı yoxdur. Teatr qoruyaq cəmiyyəti lazım olsa. Ən öndə qədər barikadalarda belə çıxıb Qarşalorka öz teatrını yaşatmışdı. Labaraka belə hətta belə deyilir. Və sizi alqışlayıram, var olasınız. Və mən bu teatrın alintiri, düz tutduğu mövqeyi çox-çox alqışlayıram və çox-çox sevinirəm. Bravo sizə. Hər birinizi salamlayıram. Söz verdiyinizə görə təşəkkür edirəm. Sözün doğrusu, ümidsizliyim qocadır, ümidlərim gəncdir. Ümidsizlər bu millətin qəlbinə daima yanlış toxumlar əkdilər. Bu millətin millət olmaqdan, bir-birindən ayırmaqdan, qoparmaqdan ibarət olur. Ümitsizlər, ümidsiz qocalar. Özü öz dilində düşünməyənlər, təfəkkürü milli təfəkkür olmayanlar, yaddan mədət umanlar, özünə qayıdışdır. Mən hər birinizi, sizin hər biriniz toxumsuz, bu millətin bağrına atılan, bu dili qoruyan, dəyərlərini qoruyan bir toxumsuz. Mən şərəf duyuram sizlərlə və sevinirəm ki, millətimi balalarını yetişdirən belə gözəl müəllimlər var. Belə gözəl səhnələr qura biləcək məktəblər var, liseylər var və hər birinizə təşəkkür edirəm. Və inanıram ki, o dili ən gözəl şəkildə özünə qaytararaq, kökünə qaytararaq, bizə sırınmış da dil yox. Bugün bizə sırınmış bir dil var, kökündən qoparılmış bir dil. O dili tamamlamaq lazımdır, özünə qaytarmaq lazımdır. Və inanıram ki, bu dili özünə qaytarmaq üçün o dildə yazı yazan, bu dildə düşünən, bu dildə qəlbinin iniltisini dinləyən, göz yaşını axıda bilən, həsrətini yaza bilən gənclər yetişir. Və hələ bunu teatrda ifadə edən. Bu möhtəşəm bir şeydir. Mən təşəkkür edirəm hər birinizə və başda müəllimlərə. Çox sağ olun. Sağ olun, minnətlər. Çox hörmətli tədbir iştirakçıları, əziz aktyorlar və aktrisalar. Sözün düzü, mən böyük teatrda da tamaşaya baxmışam. Burada da elə bir neçə gün əvvəl sonunda da az dramada tamaşalardım. İlk dəfə uşaq teatrı görürəm və sözün düzü, o qədər məmnun oldum ki, başqa bir mövzuda qoya bilərdiniz. Yəni, nəsə bir əyləncəli bir mövzu qoya bilərdiniz. Komik bir şey qoya bilərdiniz. Ancaq elə mövzumuzun özünə adam heyran olur. Bu günləri bildiyimiz kimi tək Azərbaycan yox, bütün dünyada çox ciddi problemlər yaşanır. Bu internet və mobil telefonla uşaqlara olan təcavüzə görə. Və maraqlıdır ki, informasiya kommunikasiya texnologiyalarının başında duran Yaponiyada ən az uşaqlar internetə girirlər, mobil telefonla istifadə edirlər. Yəni, onlar bütün dünyaya bunu sırıyırlar, ancaq özləri uşaqlarını qoruyurlar. Və bugün Azərbaycanda çox təəssüf ki, bu sahədə heç kim düşünmür və ümumiyyətlə hədəfin bütün konsepsiyası, mən hədəfin bütün tədbirlərində iştirak edən bir adam kimi Azərbaycanda 10 dənə hədəf olsaydı, Azərbaycanın uşaqları, gəncliyi bu təcavüzdən, yadelli baskından və multikultural dəyərlər, nə bilim, qloballaşma, nə bilim, və s. biz milli kökümüzü onda qoruya bilərdik və mən inanıram ki, bu təşəbbüsü başqaları da götürəcəklər. Teatr sahəsi, mədəniyyət sahəsində yox, ümumiyyətlə təhsil sahəsində də və siz, əziz hədəfçilər, çox şəmin müəllim, siz çox böyük bir iş görürsünüz Azərbaycan üçün
hər bir xalqın irəli aparan millətçilərdir. Düzdür, millətçi sözünə biz Sovet ideologiyasına uyub pis baxırıq ki, millətçilərlə faşizmdir, qatdır. Ancaq millətçilər olmasa xalq irəli gedə bilməz. Ona görə də qloballaşma, nə bilim, və s. və illahır, onlar hamısı boş şeydir. Əsas milləti Azərbaycanı qorumaqdır ki, bu günə gəlib çıxıbsa da, bundan sonra bütöv Azərbaycan olsun, daha böyüsün, daha inkişaf eləsin. Bu onun əsas özünü qoyanlar da yəqin ki, bax bu uşaqlar, yeniyetmələr olacaq ki, onlar daha yeni bir təfəkkürlə həyata baxırlar və daha yeni təfəkkürlə bizim görmədiyimiz informasiya texnologiyalarının inkişafını görən uşaqlar onu müsbət məcraya yönəldəcəklər. Hamınız var olun. Bunların içindən Şəmil müəllim bir 7 aktyor çıxacaq ən azı, inanıram. Çox sağ olun. Həmişə televiziyadan biz sizə baxırıq, indi isə siz teatra baxırdınız. Əvvəla təşəkkür edirəm dəvət üçün. Hədəf liseyin və Hədəf Şirkətlər Qrupunun hər zaman təşkil etdiyi tədbirlərə gələndə könül xoşluğuyla və ürəklə gəlirik. Niyə görə? Çünki burada təkcə uşaqlara deyil. Uşaq teatrı olsa da mənə gəlir ki, ən böyük mesaj biz böyüklərədir. Ən böyük mesaj biz böyüklərədir ki, həm dilimizin qədrini bilək, həm dilimizin keşiyində duraq. Bugün bu uşaqlar həm təhsili ilə, həm müəllimlərin ötürdüyü mesajlarla onlar bu dilin keşiyində duracaqdır. İstər Rus bölməsi olsun, istər Azərbaycan bölməsi olsun. Bugün Şəmil müəllim qeyd elədi ki, mövzu elə bir vaxtda təsadüf elədi. Məsələ təkcə bölmədə deyil ki, bugün Azərbaycan bölməsində oxuyub, öz dilində doğru dürüst danışan, doğru dürüst yazan, bilən insanların sayını azlığı müşahidə edirik. Əsas məsələ odur ki, dilimizi sevək, çünki dilimiz bizim eyni zamanda milli kimliyimizdir. Bunun keşiyində durmalıyıq, 7-dən 77-yə hər kəs. Və mən əsası burada olan müəllimlərə və burada olmayan müəllimlərə, olmayanlara da təşəkkürümü bildirirəm ki, belə şagirdlər yetişdirirlər və bizim gələcəyimiz o deməkdir ki, etibarlı əllərlədir. Təşəkkür edirəm hər birinizə. Mən bildirmək istəyirəm. Buyurun, valideynlərimizdən də işləyək. Mən bu cür keyfiyyətli işə görə, samballı işə görə həqiqətən də sizin hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox mənalı bir tədbirdir, çox mənalı bir mesajı var idi. Mən zaman-zaman məni lisedə nə narahat edirsə, həmişə gəlib rəhbərliyə bildirirəm və çox sağ olun ki, həmişə onu nəzərə alırlar. Uşaqların çıxışı həqiqətən də ayaqda alqışlanası bir çıxış idi. Sadəcə eşitdim, arxamda kamera var, maniçə eləmək istəmədim. Möhtəşəm, mən sadəcə heyranlıqla izlədim. Uşaqlardakı yəni özgüvən, intonasiyanın düzgün verilməsi, o intonasiya o qədər önəmli bir şeydir ki, onu yəni səhv bildirdikdən mesaj ötürülmür. Uşaqların bu yeri gəldi tonunu qaldırması, yeri gəldi onu endirməsi, hər bir şey yəni durğu uşaqların doğru yerində istifadəsi. Müəllimlə şagirdin birgə səhnə qurması özü çox böyük bir şeydir. Mən çox təşəkkür edirəm. Ötən ildə siz səhnəcik hazırlanmışdınız. Psixologlarla birlikdə müəllimlərin şagirdlərə ötürdüyü mesajla bağlı idi. Analar günündədir. Bəli, səhv etmirəmsə, bəli, analar günüdür. Həqiqətən də keyfiyyətli işlər insanın yaddaşında qalır. Mən sizdən Cavab müəllim, həm sizdən, həm məktəbinizdən. Biz Şəmil müəllimi bilib məktəbə gəlmişik. Ona görə biz sizdən yükümüz ağırdır. Yalnız belə işlər gözləyir. Həqiqətən bu möhtəşəm bir də həqiqətən. Mən bilmirəm ki, necə dərin təşəkkürümü bildirirəm bütün uşaqlar. Siz hər biriniz bir istedad, bir şəxsiyyət idiniz. Yəni mən əminəm ki, aramızda mütləq tanınmış bir şəxsiyyətlər çıxacaq. Və siz müəllimlərə dərin təşəkkürümü bildirirəm ki, uşaqlarda bu bacarığı görüb onları üzə çıxartmısınız. Çünki teatrda ifa etmək, hər hansı bir şeir demək, tədbir iştirakçısı və s. olma uşaqlara çox inanılmaz bir özgüvən yaradır. Ona görə də hədəfdə dram dərslərinin olmasında mən biləndə ki, burada dram dərsləri var. Bütün məktəb seçimi kənara qoyub deyərdim ki, mən elə o seçimə görə bura gəlmişəm ki, mənim uşağıma ən azından dram dərsləri keçiriləcək. Çünki biz hər birimiz məktəb bitirmişik, universitet bitirmişik, amma sual versək ki, biz məktəbdəki oxuduğumuz dərslərdən, universitetdəki fənlərdən hansı birini biz xatırlayırıq? Əminəm ki, hər kəs deyəcəksiniz ki, imtahanı verdim, çıxdım, bilmirəm, necə qiymət aldım, amma indi heç nə yadımda deyil. Çünki onu həqiqətən də görürsən ki, zamanla, yaşa dolduqca görürsən ki, onların belə bir önəmi olmur. Amma ki, bizim özümüzü ifadə edə bilməyimiz və bəzi insanların özünü ifadə edə bilməməyi həqiqətən də onların işlərinə maneçilik törədir. Mən bu cür keyfiyyətli və samballı işə görə sizə bir daha dərin təşəkkürümü bildirirəm. Uşaqlara xüsusilə, yəni siz həqiqətən möhtəşəm idiniz uşaqlar. Çox sağ olun.